Başa düşdünüz? O peysər atamdan da xeyir görməmişəm, o qəhbə bacımdan da xeyir görməmişəm. Yəni onlar qəhbə olduğuna görə mən evdən çıxmışam. Mən həyatı boyu mənim qiriyetim o şeyi götürə bilmir. Ona görə qoy getsinlər qəhbədilər, özləri bilərlər. O da peysərdir, özü bilər, yaşayır qoy yaşasın. Kim onun lişni var yoxundan. Başa düşdünüz? Mən kişiyə kişidir, mənə heç fərqi yoxdur. Atadır, kimdir? Əsas odur ki, kişi olur. Yəni anamın qəbrini tapacaq belə eləyəcək, nə bilim bacımı tutub zorlayacaq, nə bilim atovu belə eləyəcək, nə bilim belə eləyəcək. Mən məcbur oldum Azərbaycan hakimiyyəti eşitsin deyə öz ailə üzvlərimi söydüm. Söyəndən sonra onlar rahatla öldülər, getdilər. Başa düşdünüz nə demək istəyirəm? Yəni bir manevr qurdum, o manevra belə inəklər düşdülər. Şeyin yerinde diyeyim de sen kabinin yerinde. Kesin Lənkəranda çərpiz zavodu var. Tanıyırsan Lənkəranda 4 yolda çərpiz zavodu. O çərpiz zavodun yanında köhnə qəbirstanlığı var. Yəni bir manevr qurdum. Girora girən kimi sağa qapının altında, qapıdan bir 10 metre qabaqda. Sol tərəfdə görəsən. Şəkilin tək zad elə işə süzünə zadına neynirsən elə. Yəni bir manevr qurdum. Sonra da göndər mənə. Yaxşı, lap belə bırax efirə. Sən ol. Bir söz sənə deyən işin var yoxlasın. Yaxşı, davay, öpürəm. Mən elə istəyirəm ki, sən onu eləyəsən. Sən ol, bizə necə qayf edir mənə. Yəni bir manevr qurdum, o manevra belə inəklər düşdülər. Baxdı orada, mən yağmışam dostumla orada. Götürüb qoyublar qız 2 dənə də uşaq böyrümə. Deyirsə sənin uşağımdır. Deyirəm anasını sikim mənim uşağımdır. Sol tərəfdə görəsən, şəkilin tək zad elə işə süzünə zadına neynirsən elə. Sonra da göndər mənə. Yaxşı.